İlkin elə hey deyirsən, əsas ruhdur, əsas ruhdur. Xəstəliyin bədənlə heç bir əlaqəsi yoxdur. Heç əlaqəsi yox. İzah edeyim. Baxın, bu bizim bədənimizdir. Bizim bədənimizin əhatəsində bizim auramız var. Yəni bizim incə materiallı bədənlərimiz. Yer kürəsinin azon qatı var. Necə ora asteroidlər, meteoritlər gəlib düşə bilmirlər. Bizim orqanizmimizdə o cür qurulub. Yəni bu viruslar, xəstəliklər, soyuq dəymə və s. beləxir. Bunlar bu qatdan o vaxt gəlib keçə bilirlər ki, bizim bu qatımız zəif olur. Ondan sonra ən sonda, ən axırda bədəndə hansısa bir problem yaranır. Yəni burada qaralıq bunlar yarılandan sonra yaranır. Başqa cür mümkün deyil. Bədən nəticədir, səbəb deyil. Bədəndə yaranan istənilən problem də nəticədir. Səbəb həmişə qıraqda olur. Yəni bizim incə materiallı bədənlərimizdə, yəni ruhumuzda. Bu haqqda ətraflı məlumatlar bizim can sağlığı paketimizdə və vebinarlarda verilib. Ətraflı məlumat üçün şərhdə ruh yaz. Şizik, mən David'deyim. Ya bulsun. Mama. Ya bu qala. Al da ne bu kızım bana?